Birdən-birə vəziyyətim 220-yə tərcim qalxdı. Gəzə bilmədim, heç addım ata bilmədim. Daldan kürəyimdən sancı verdi. Ona görə məsləhət bildim, gəldim Ağsuda. Kardioqramma, rentgində hamısını olundum, məsləhət bildilər, göndərdilər hospitala. Mənim anam da 72 yaşında dünyasını dəyişdi, qəfil ürək infarktından. Mən ona görə elə şübhələndim ki, gedim həkimə məsləhət göstərim, eləyim ki, həyətə vəfa yoxdur. Allaha min şükürlər olsun ki, yaxşı damar tutulmam olunmadı. Kaş o vaxtı tibb belə olardı, heç belə ölüm fəsadları da az olardı. Mən elə o vaxtdan bəri anamı itirdiyimə görə hələ də həyəcan keçirdirəm, hələ də özümü bağışlaya bilmirəm. Təşəkkür edirəm bütün həkimlərə, burada hospitalda işləyən işçilərə minnətdarlıq edirəm. Çox sağ olsunlar, Allah razı olsun. Hamısına uzun ömür, can sağlığı arzulayıram. Kaş elə o vaxtdan olardı belə prosedurlar. Mən də anamı gətirərdim, yoxlatdırardım. Anam yaşayardı həyətdə.